Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif Körpü Nəşriyyatının Azərbaycan dili kitabının ikinci hissəsindəki test və tapşırıqları sizlərlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 95-dəyik, 7-ci bölmənin 3-cü fəslini həll edəcəyik. Əvvəlcə variant A-dakı suallar ilə başlayırıq. Bir də deyir, hansı cümlədə mötərizə fikri dəqiqləşdirmək üçün istifadə olunmayıb? Etibar kəndə nənəsi gilə gəldiyi üçün çox sevinirdi. Bəli, yəni kəndə deyəndə nəyi nəzərdə tutur? Bu yazıldı burada. Yəni fikri dəqiqləşdirdi. Ayağından güllə yarası almış Füzuli uğrunda döyüşdə Mehmanla bir gün görüşəcəyəm. Bəli, burada da fikri dəqiqləşdirmək üçün, yəni əlavə məlumat vermək üçün yazılıbdı. Samir 17 üstəgəl x bölünsün 7 bərabərdə 9 tənliyini hesablayanda çətinlik çəkirdi. Burada təbii ki, fikri dəqiqləşdirmək üçün verilməyib. Bu riyazi ifadədir və ona görə də bu C variantını seçirik. Əhməd Cavad dahi yazıcı haqqında Göyərçin jurnalında geniş məlumat verilmişdi. Burada da əlavə məlumat verilmək üçün yazılıbdı. 2-də soruşur, hansı mürəkkəb adın yazından istifadə edilməlidir? Bayraq günü Xəzər dənizi Leyli Məcnun poeması, Çoban yastığı. Təbii ki, burada Leyli Məcnun poemanın adı dırnaq içərisində verilməlidir. C variantı. Verilmiş cümlədə mötərizə içərisində yazılan ifadə hansı məlumatı bildirir? Qışda dekabrın 25-də Şahdağa getmişdik. Zaman bildirir. B variantı. Cümlədə mötərizə daxilində verilmiş məlumat hansı sözün əlavəsidir? 19-cu əsrin ortalarında ədəbiyyatımızda yeni janrlar, dram, satira meydana gəlmişdi. Bu janrlar sözünü izah eləyir, aydınlıq gətirir ki, yəni hansı janrlar? D variantı. Hansı mürəkkəbi adın yazılışında dırnaq işarəsindən istifadə edilməməlidir? Azərbaycan qəzeti, qəzetin adı dırnaq içərisində olacaq. Bilik jurnalı, jurnalın adı dırnaq içərisində olacaq. Maarif nəşriyyatı, nəşriyyatın adı dırnaq içərisində olacaq. Nəsimi rayonunda isə ehtiyac yoxdur. Verilmiş cümlədə buraxılmış işarə hansı? Süleyman Sani Axundovun yazdığı Qaraca Qız əsəri əsasında film çəkilmişdi. Burada Qaraca Qız əsərin adı dırnaq içərisində olmalıdır. Yəni dırnaq C variantı. Keçdi 96-ya. Hansı mürəkkəb adın yazılışında dırnaq işarəsindən istifadə edilməlidir? Zəfər günü Qaradəniz olmalıydı burada. İskəndərnamə poeması, Səməd Vurğun İskəndərnamə poemanın adı dırnaq içərisində olmalıdır. C variantı. Səhv yazılmış mürəkkəb adı müəyyən edin. Qaraca Çoban, Əlişir Nəbai, Vətən uğrunda medalı, Niagara kafesi. Burada Vətən uğrunda medalın adı dırnaq içərisində olmalıydı. Verilən fikirlərdən biri doğrudur. Cümləyə uyğun əlavə məlumat mötərizədə verilə bilər. Bəli, elə bu doğrudur. Mətnlərdə mağaza və kafe adları dırnaq işarəsi ilə yazılmamalıdır. Xeyr, yazılmalıdır. Tarixi gün bildirən mürəkkəb adlarda bütün sözlər böyük hərflə yazılır. Bu da cümləyə uyğun əlavə məlumat mötərizədə verilə bilər. Tarixi gün bildirən mürəkkəb adlarda bütün sözlər böyük hərflə yazılır. Bayram adlarının bütün sözləri kiçik hərflə yazılır. D səhvdir. Amma C də doğrudur. Deyən görə A niyə doğru olmasın? Cümləyə uyğun əlavə məlumat mötərizədə verilə bilər. Nəysə, burada 2 variant da uyğun gəlir. A da C də. Dırnaq işarəsi ilə işlənən mürəkkəb adlar yazın. Məsələn, Göyərçin jurnalı. Göyərçin sözü dırnaq içərisində, jurnalı sözü isə ayrılıqda yazılır. Əkinçi qəzeti məsələn. Əkinçi dırnaq içərisində, qəzeti ayrıca yazılır. Görüş filmi. Filmin adını dırnaqda yazaq. İskəndərnamə poeması. On birdə deyir, yanlış yazılmış mürəkkəb adları doğru yazın. Sevil poeması. Burada Sevil dırnaq içərisində qoyulacaq. Samsung şirkətində də Samsung sözü dırnaq içərisində olacaq. Zəfər salnaməsi, burada salnamə böyüklə yazılacaq. Kitab-ı Dədə Qorqud əsəri, Kitab-ı Dədə Qorqud dırnaq içərisində olacaq. Seyid Əzim Şirvanidə də hamısı böyüklə yazılacaq. Keçdi 12-yə yazılışına dırnaq işarəsindən istifadə edilməyən mürəkkəb adlar yazın.
Deməli, mən artıq yazdım. Azərbaycan Respublikası, Bakı Dövlət Universiteti, Milli Məclis, Dövlət Bayrağı Meydanı, Nizami Kino Mərkəzi. Keçdik 97-yə, variant B-yə. Hansı cümlədə mötərizə düzgün qoyulub? Üzeyir Hacıbəyovun ilk böyük musiqi əsəri Leyli Məcnun olmuşdu. Burada əlavə məlumat deyil deyə bu heç mötərizənin içərisində verilməməli idi. Ona görə bu səhvdir. Zəfər paradı Azadlıq meydanında keçirildi. Bu da əlavə məlumat deyil. Ona görə bu da mötərizədə olmamalı idi. Qışda, fevral ayının sonunda. Bəli, burada qış sözünü izah edir. Məktəbimizdə böyük tədbir keçiriləcək. Yəni bu düzgündür. Müəllim qırmızı kitaba düşən bitkilər haqqında məlumat verdi. Burada da mötərizədə yazılmamalı idi. Hansı mürəkkəb adı səhv yazılıb? Milli Dirçəliş günü, Qızıl Aypara Cəmiyyəti, Mirzə Ələkbər Sabir, Bakı Dövlət Universiteti. Burada Qızıl Aypara dırnağın içərisində olmalı idi. Qalanını isə ayıracağam. Cümləni tamamlayın. Fikri dəqiqləşdirmək üçün verilən əlavə məlumat yazıda mötərizədə verilir. D variantı. Mürəkkəb adlar verilmiş bənd hansıdır? Mirzə Ələkbər Sabir, bəli. Göygöl xeyir, mürəkkəb ad deyil. Mürəkkəb sözünə mürəkkəb adı qarışdırmaq olmaz. Azərbaycan Dövlət Nəşriyyatı da mürəkkəb addır, budur da, yəni Bakı Dövlət Universiteti deməkdir. Bu da mürəkkəb addır. 1, 3, 4, o da C variantındadır. Mürəkkəb adlara aid səhv fikir hansıdır? Dövlət təltiflərinin tərkib hissələrinin hamısının baş hərfi böyük hərflə yazılır. Bəli, elə səhv fikir budur. Məsələn, dövlət təltifi Vətən uğrunda ordeni desək, Vətən uğrunda böyük hərflə yazılır, amma ordeni kiçik hərflə yazılır. Mürəkkəb adların tərkibindəki miqdar sayıları rəqəmlə də yazıla bilər, bəli, bilər. Mürəkkəb adların hamısını ixtisarlar şəklində yazmaq olmur, düzdür. Bəzi cümlələrdə verilmiş mürəkkəb adlar dırnaq işarəsi ilə yazmaq olur, bəli, bu da düzdür. Biri mürəkkəb ad deyil, 8 noyabr. Bakı Qaz İdarəsi, Atlantik Okean, Koroğlu burada mürəkkəb ad deyil. Keçdik 7-yə. Hansı variantda mürəkkəb adın yazılışı düzgün verilib? Türkiyə Cumhuriyyəti, Cumhuriyyət böyünə yazılmalı idi. Milli Elmlər Akademiyası, burada da hamısı böyünə yazılmalı idi. Azərbaycan Respublikasının prezidenti, bəli, bu düzgündür. Dövlət Yol Polisi də səhv yazılıb. Keçdik 98-ə. Verilmiş cümlədə buraxılmış durğu işarələrini ardıcıllıqla müəyyənləşdirin. Oğlum nə oxuyursan? Müraciət edirsə, deməli oğlana, oğlumdan sonra vergül qoyuruq və sual verirsə, sonunda da sual işarəsi qoyuruq. Və sözü başlayırsa, əvvəlcədə tire qoyuruq. Tire, vergül, sual, o da B variantındadır. Hansı mürəkkəb adlarda dırnaq işarəsi düzgün qoyulmuşdur? 7 gözəl poeması səhvdir, burada olmalı idi. Molla Nəsrəddin jurnalı, bu da səhvdir. Molla Nəsrəddin dırnağın içərisində olmalı idi. Qızıl qələm müsabiqəsi, bəli, bu düzdür. Dağların qarlı zirvəsi, bu ümumiyyətlə mürəkkəb ad deyil. Mürəkkəb adları seçib cümlədə işlədin. Sakit Okean, Silahlı Qüvvələr Günü, Gəncə, Xudafərin Körpüsü, Qurban Bayramı, Çayın Səsi, Məstan Çoban Yastığı. Deməli, burada mürəkkəb ad Sakit Okeandır, Silahlı Qüvvələr Günüdür, Xudafərin Körpüsüdür, Qurban Bayramı, Çayın Səsi söz birləşməsidir, mürəkkəb ad deyil. Çoban Yastığı da mürəkkəb sözdür, mürəkkəb ad deyil. Məstan ümumiyyətlə sadə sözdür. İndi bunları cümlədə işlədək. Deməli, artıq yazdığım cümlələri. Sakit Okean dünyanın ən böyük okeanıdır. Silahlı Qüvvələr Günü hər il böyük təntənə ilə qeyd olunur. Xudafərin Körpüsü Araz çayı üzərində yerləşir. Qurban Bayramı müsəlmanların ən əziz bayramlarından biridir. Cədvəli doldurun. Mürəkkəb adlar yazmalıyıq və mürəkkəb sözlər yazmalıyıq. Mən artıq yazdım. Mürəkkəb adları Ağdəniz, Qaradəniz, Xəzər dənizi, Ulu Öndər, Qız qalası və s. Mürəkkəb söz Qızıl gül, Günə baxan, Dəvə quşu, Bağa yarpağı, Kəklik otu və s. 12-də deyir, yazılışı səhv olan mürəkkəb adları düzgün formada yazın. Mirzə Ələkbər Sabir, burada Sabir böyünə yazılmalı idi. Səməd Vurğun küçəsi və küçəsi sözü kiçik hərflə yazılmalıdır. Novruz bayramı, bayram sözü kiçik hərflə yazılmalıdır. Sirlər xəzinəsi poeması, Sirlər xəzinəsi dırnaq içərisində olacaq. Poema kiçiklə olacaq. Molla Nəsrəddin jurnalı dırnaq içərisində olacaq. Molla Nəsrəddin. Birləşmiş Ərəb Əmirlikləri, birləşmiş, hamısı böyüklə olacaq. Azərbaycan bayrağı ordeni, dırnaq içərisində ordeni ayrıca Şuşanın azad olunmasına görə medalı, Şuşanın azad olunmasına görə dırnaq içərisində medalı ayrıca. Keçdik 99-a, variant C-yə. Mətndə hansı ad dırnaq işarəsi ilə fərqləndirilmir? Əsər adı, müəllifin adı, film adı, qəzet adı, müəllifin adı. Doğru olmayan məlumatı seçin.
İfadə olunan fikri təhrif etmək üçün mötərizədən istifadə olunur. Bəli, elə budur. Təhrif etmək yox, onu izah etmək üçün. Verilən əlavə məlumatı mötərizədə yazmaq olar, bəli. Adları xüsusi fərqləndirmək üçün dırnaq içərisindən istifadə olunur, bəli. İfadə olunan fikri dəqiqləşdirmək üçün mötərizədən istifadə olunur, bəli. Mötərizədə yazılan ifadənin bildirdiyi məlumat hansı variantda düzgün göstərilməmişdir? Bu dünya nərdivandır, qalxanda mehribandır. Həsənzadə müəllifin adı verilib, bəli. Əkinçi Azərbaycan dilində yayımlanan 1872-ci il 22 iyun ilk milli qəzeti tarixi verib burada mötərizədə, bu da düzdür. Qarabağ Ağdam səfərdə də gözəl oyun nümayiş etdirdi. Müəllif deyil burada. Burada yeri bildirir, yəni Ağdamda, səfərdə olanda. Bu səhvdir. Riyaziyyatçılar mötərizə yerinə yazılmış ədədi işarə eləməyi, altından xətt çəkməyi üstün tuturlar. Dəqiqləşdirmək üçün əlavə məlumatdır, bəli. Yanlış olan variantı seçin. Nizami Gəncəvinin İskəndərnamə əsəri. Bəli, elə budur. Burada İskəndərnamə dırnaq içərisində olmalı idi. Müəllifin adı yox. Aşım Malalan filmi, Əkinçi qəzeti, Səadət Sarayı. Bunlar düzgündür. Cümlədə çatışmayan durğu işarəsi hansıdır? Abdullah Şaiqinin uşaqlar üçün yazdığı Tülkü həccə gedir piyesi uşaqlar tərəfindən indi də maraqla qarşılanır. Burada piyesin adı, yəni Tülkü həccə gedir. Dırnaq içərisində olmalı idi, yəni dırnaq. D variantı. Dırnaq işarəsi doğru qoyulmuş variantı seçin. Zəngilan azad olunmasına görə medalı, xeyr, burada olmalı idi dırnaq. Xocavəndin azad olunmasına görə medalı burada bağlanmalı idi. Yəni sırf medal sözü ayrıca olmalıdır. O da D variantındadır. Qubadlının azad olunmasına görə medalı. Cümləyə uyğun gələn əlavə məlumat hansıdır? Kəndin mərkəzindən musiqi sədaları eşidilirdi. Bu səhər qış gecələrindən, mədəniyyət evindən, göy cisimlərindən, mədəniyyət evindən, yəni musiqi sədaları eşidilər. Keçirik səhifə 100-ə. Fikri dəqiqləşdirmək üçün verilən əlavələrdən hansı mübtədaya aiddir? Onu igid balasını bağrına bastı. Burada onunu izah edir və o mübtəda deyil. O, məktəb direktoru Asifi şagirdlərin arasında görmədi. Bəli, o mübtədadır və əlavə məlumat da ona aiddir. Dostlarım bu yaxınlıqda yaşayırlar. Koroğlu prospektində, bu mübtəda deyil, yaxınlıqda. Məktəbin tikintisinə xeyli 5 milyon manat vəsait ayrılmışdı. Burada da vəsait sözdür mübtəda, yəni onu izah eləmir. Uyğunluğu müəyyən edin. Kəndlilər xeyli buğda əldə etdilər. Deməli, xeylinin izahı burada olar 10 tonlarla. Yəni, xəttləri birləşdirsək, bura birləşdirəcək. Gələn il əhalinin illik gəliri artacaq. Yəni, gələn növbəti deməkdir. Növbəti sözünü izah edir. Gələn sözünü növbəti sözü izah edir. Lütfüzadə Azərbaycana ürəkdən bağlı idi. Dünyanı heyrətləndirən alim. Yuxarı, yəni dağın zirvəsi əlçatmaz yerdir. O da bu cür. Xəttlər elə qısa yer veriblər. Heç bilinmir ki, necə alındı. Baxaq görək. Yəqin ki, C olar da. Buradan bir dənə. Aha, C olar. Mötərizəni uyğun yerdə işlədin. Uşaqlar Nizaminin anadan olduğu şəhərə Gəncəyə gəldilər. Burada Gəncəyə Nizaminin anadan olduğu şəhər ifadəsini izah edir. Gülarə bu universitetin 4-cü, sonuncu kursunda oxuyur. Bu sonuncu sözü 4-cünü izah edir. Kəndin bütün ətrafı, dağlar, düzənlər, meşələr qarla örtülmüşdü. Bütün ətrafı ifadəsini dağlar, düzənlər, meşələr izah edir. Musa irəlidə, yolun kənarında dayanmışdı. Yolun kənarında irəlidə sözünü izah edir. Ayın 25-də bazar günü yola düşdük. Bazar günü ayın 25-ni izah edir. Verilmiş cümlələrdə dırnaq işarəsini uyğun yerlərdə yazın. Dostumla qış tətilində evdə tək filmini izlədik. Burada filmin adını dırnaq içərisində yazacaq. Evdə tək. 1912-ci ildə Abbas Səhhədin Sınıq Saz adlı şeirlər toplusu işıq üzü görür. Burada şeirlər toplusunun adını, yəni Sınıq Sazı dırnaq içərisində yazacaq. Bugün Uzaq Planetin Sirri mətni barədə müzakirə apardıq. Burada mətnin adı, yəni Uzaq Planetin Sirri dırnaq içərisində olacaq. Nodar Şaşıqoğlu Uzaq Sahillərdə filmində Mixaylo obrazını canlandırmışdı. Burada da filmin adı, yəni Uzaq Sahillərdə dırnaq içərisində olacaq. Mürəkkəb adlarda uyğun hissələrə dırnaq işarəsi qoyun. Mirvari restoranın adını dırnaq içərisində yazacaq. Şöhrət ordeni
Orderin adını, yəni şöhrəti dırnaq içərisində yazacaq. 7 gözəl poeması, 7 gözəl poemanın adı da dırnaq içərisində olacaq. Molla Nəsrəddin jurnalı, Molla Nəsrəddin sözünü dırnaq içərisində yazacaq. Cəsur döyüşçü medalı, cəsur döyüşçünü dırnaq içərisində yazacaq. Apple şirkəti, Apple-ı dırnaq içərisində yazacaq. Şuşanın azad olunmasına görə medalı, Şuşanın azad olunmasına görə ifadəsini dırnaq içərisində yazacaq. Dədə Qorqud filmi, filmin adını, yəni Dədə Qorqudu dırnaq içərisində yazacaq. Keçdik 101-ə. Bu fəsildəki oxuyub anlamamızı həll edək. Mətnin adı meteoroloji hadisələr. Atmosferdə baş verən proseslər yer kürəsində təhlükəli və dağıdıcı təbiət hadisələri yarada bilir. Meteoroloji xidmət idarələri leysan yağışları, güclü küləklər və s. hadisələr barədə qabaqcadan xəbər vermək imkanına malikdir. Bu isə dağıntı və tələfatların qarşısını almağa və ya azaltmağa qismən kömək edir. Şiddətli və quru isti küləklər, burulğan, leysan yağışları, dolu, çoğun, sırsıra, toz, qum burulğanları, şaxta, duman və s. təhlükəli hallar yarada bilən meteoroloji hadisələrdir. Atmosferdə baş verən ən təhlükəli hadisələrdən biri tayfundur. Tayfun, Çin dilində tay güclü, fun külək. Tayfunlar əsasən tropik enliklərdə dənizlərin üzərində formalaşdığı üçün yüksək rütubətə malik olur. Bu küləklər günün ikinci yarısında su səthinin maksimum qızmasından sonra yaranır və küləyin sürəti saniyədə 30 metrə qədər çata bilir. Güclü leysan yağışları ilə müşahidə olunan tropik tayfunlar böyük dağıntılara səbəb olur. İqtisadiyyata ziyan vurur və bəzən insan tələfatı ilə nəticələnir. Tayfunlar Cənub-Şərqi Asiya üçün səciyyəvidir. Güclü küləklər dünyanın müxtəlif regionlarında fərqli adlarla tanınır. Şimali Amerikada tornado, Filippin adalarında Baguyo, Avstraliyada Vili və s. Onların hər birinin özünə məxsus xüsusiyyəti vardır. Meteoroloji iqlim hadisələrindən biri də toz burulğanlarıdır. Toz burulğanı mülayim və tropik iqlim qurşaqlarının səhra və yarım səhralarında yaranır. Burulğan zamanı külək yer səthindəki qum hissəciklərini havaya uçurur. Bu proses deflyasiya adlanır. Deflyasiya nəticəsində əkin sahələri, su mənbələri, nəqliyyat yolları, hətta yaşayış məntəqələri qumla örtülür. Bu zaman ətrafda görmə məhdudlaşır, insanların nəfəs alması çətinləşir. Yaranan toz dumanı günəş şüalarının qarşısını alır. Toz burulğanlarının tərkibindəki toksik, zəhərli maddələr insanların tənəffüs orqanlarında bir sıra xəstəliklər yaradır. Meteoroloji hadisələrin qarşısını tamamilə almaq mümkün olmasa da, onların təsirlərini azaltmaq olar. Bu təsərrüfat sahələrinə dəyə biləcək ziyanın qarşısını almağa qismən imkan verir. Hansı məlumat mətndə yoxdur? Tayfunun haradan yaranması, tayfun sözünün mənası, toksik maddələrin növləri, burulğanın harada yaranması. Burada toksik maddələrin növləri sadalanmamışdı, digərləri isə var idi, ona görə C-ni seçirik. Mətnə əsasən verilənlərdən biri tayfuna aid deyil. Yağışla müşayiət olunması, dağıntılara səbəb olması, insan tələfatı ilə nəticələnməsi, insanların tənəffüs orqanlarında xəstəliklər yaratması D variantı aid deyil. Çünki bu tayfuna yox, toz burulğanına aid idi. Yəni bu hissədə oxuduq. Hətta bunun son cümləsidir bu abzasın. Baxın, burada yazılıb. Keçdik. Üçüncü suala, tayfunların yaranmasının əsas səbəbi nədir? Su səthinin maksimum qızması, su səthinin maksimum soyuması, güclü yağış yağması, günəşin çıxmaması. Yəni, mətndən yenə axtaraq həmin hissəni. Deməli, su səthinin maksimum qızmasından sonra yaranır. Yəni, burada tayfunlar haqqında yazılmışdı. Qısacası başa düşdük ki, su səthinin qızmasından. A variantı. Biri toz burulğanlarına aid deyil. Səhra və yarım səhralarda yaranır. Külək qum hissəciklərini havaya uçurur. Ətrafda görmə məhdudlaşır. İnsanların nəfəs alması yaxşılaşır. Xeyr, əksinə pisləşir. Bu da burada var idi. Baxaq, insanların nəfəs alması çətinləşir. Bu abzasda qum burulğanından danışırdım. Verilmiş cümlədə nöqtələrin yerinə hansı fikir yazıla bilməz? Deflyasiya nəticəsində əkin sahələri, su mənbələri, hətta yaşayış məntəqələri qumla örtülür. Bunu yaza bilərik. İnsanlara heç bir zərəri toxunmur. Xeyr, toxunur, elə A variantındakı zərərdir. Ona görə B yazıla bilməz. Toz dumanı günəş şüalarının qarşısını alır. Bu var idi. Ətrafda görmə məhdudlaşır. Bəli, bu da var idi. Biri meteoroloji hadisə sayıla bilməz. Dolu, çoğun, sırsıra, günəş. Günəş təbii ki, hadisə deyil. Bu göy cismidir. Ona görə D variantı. Hansı məlumat mətnin giriş hissəsində yer almışdır? Tayfunlar haqqında məlumat
toz burulğanları haqqında məlumat, atmosferdə baş verən təbii proseslər haqqında, meteoroloji hadisələrin insanlara vurduğu ziyan barədə. Burada C variantı olacaq. Əvvəlcə mətnə giriş olur, yəni bu təbii proseslər haqqında məlumat verir, sonra isə onların növləri haqqında məlumat verməyə başlayırdı. Filippin adalarında güclü küləklər necə adlanır? Tornado, baguyo, vili-vili, sırsıra. Gəlin bunu da mətndən axtaraq. Bu da var idi. Deməli, bizdən nəyi soruşurdu? Filippin adalarını. Filippin adalarında baguyo adlanır. O da B variantındadır. Sual işarəsinin yerinə hansı fikir yazıla bilər? Baxırıq, sual işarəsi tayfun və toz burulğanlarının orta hissəsindədir. Yəni, hər ikisinə aid olan bir fikir olmalıdır. İnsanların tənəffüs orqanlarında xəstəlik yaradır. İqtisadiyyata ciddi ziyan vurur. Güclü leysan yağışları ilə müşayiət olunur. Hər tərəf qumla örtülür. Burada yazıla bilər soruşur. Yəni, hər ikisinə aid olan. Burada B variantı, hər ikisi iqtisadiyyata ciddi ziyan vurur. A variantı toz burulğanlarına aiddir. C variantı tayfuna aiddir. Hər tərəf qumla örtülür. Yəni, D variantı da toz burulğanlarına aiddir. Mətndə fərqləndirilmiş sözü hansı sözlə əvəz etmək olar? Baxaq, hansı söz fərqləndirilmişdir? Buradadır, qismən. Qismən sözünü nadirən, çoxlu, heç bir halda biraz sözü ilə əvəz edə bilərik. Bəli, bu da son tapşırığımız idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.